Rəqəmli ədədlərə bölmə mövzusunda gələn bəzi məsələ tiplərini izahını paylaşmaq istəyirdim sizlərlə. İlk növbədə 4-cü məsələ və bu tipdə olan məsələlərə baxacağıq. 4-cü məsələdə bizə deyir ki, 35 uşağı gəzintiyə aparmaq üçün 8 nəfərlik avtobus. Neçə dənə 8 nəfərlik avtobus çağırmaq lazımdır? İlk növbədə bu məsələni həll etmək üçün həll addımlarını mən qeyd eləmişəm. Biz verilənləri müəyyən eləməliyik. Yəni bizim məsələdə ümumi say, uşaqların ümumi sayı nə qədərdir və bir vahidin tutumu nə qədərdir, onu yəni qeyd eləməliyik. Yəni ümumi say 35 nəfər uşaq var. Bir avtobusa nə qədər şagird yerləşir? 8 nəfər. Daha sonra yəni 35 uşaq 8 nəfər bölünsə 4 dənə avtobus çağırmalı olacaq biz. Yəni hər avtobusda 8 nəfər olsa 4 avtobusda cəmi 32 nəfər şagirdimiz əyləşə bilər. Amma baxırıq ki, bizim uşaqların sayı 35-də axı. 3 nəfər yerdə qaldı. Biz bu 3 nəfəri çölə atası deyilik ki, deməli 4 dənə avtobus bizə bəs eləmir. Bizə neçə dənə avtobus lazım? 5 dənə avtobus lazımdır ki, ən azı bütün şagirdlər əyləşə bilsin. Deməli, qayda nədir burada? Əgər qalıq varsa, 3-cü addıma baxırıq. Əgər qalıq varsa, bizdə də var idi. Bir vahid artıq götürürük cavabı. Yəni qalıq 0 deyilsə, deməli hələ yerləşməyənlər var. Bir vahid artırır cavabımızı bu. 5 avtobus olur yəni. Əslində biz 4 tapmışıq cavabı, amma məntiqlə də düşünsək, 4 dənə avtobusda hərəsində 8 nəfər şagird əyləşsə, 32 nəfər şagird əyləşmiş olacaq. Biz qalan 3 nəfər, axı bizim şagirdlərin sayı, uşaqların sayı 35 nəfərdir. Qalan 3 nəfər üçün bir dənə də avtobus lazımdır. Nəticədə 5 avtobus bizə lazımdır. Daha sonra biz bu tipdə olan başqa məsələlərə nəzər salaq. Birinci məsələdə bizə deyir ki, 57 qutunu 10 qutu tutan yeşiklərə yığmaq üçün ən az neçə yeşik lazımdır? Deməli, bizim ümumi sayımız, yəni qutularımızın sayı 57-dir. Və bir yeşiyə neçə qutu yerləşir? 10 qutu. O zaman 57 qutu 10-10 ayrılsa əgər, cavabımız olacaq natamam qismətimiz, yəni yeşiklərimizin əslində sayı 5. 7 qutu qalacaq artıq. Deməli, qalıq qalarsa əgər biz nə edirdik? Cavabımızı bir vahid artıq götürürük. Yəni bizə 6 yeşik lazımdır. Daha sonra ikinci suala baxaq. 92 kitabı 12 kitab yerləşən rəflərə düzmək üçün ən azı neçə rəf lazımdır? Deməli, kitablarımızın ümumi sayı 92-dir. Bir rəfə neçə kitab yerləşir? 12 kitab yerləşir. O zaman 92 kitabı 12 rəflərə yerləşdirsəm neçə rəf tam dolacaq? 92-ni 12-yə böləndə deməli eləyir 7. 92-dən 84 çıxanda qalır bizdə artıq 8 dənə kitabımız artıq qalır. Yəni 7 rəfimiz 12 kitabla tam doldu, 8 kitab artıq qaldı. Amma bu kitabları biz şöyle ata bilmərik. Bizə bir rəf də lazımdır. Yəni qalıq qalarsa əgər cavabımızı bir vahid artıq götürürük. Yəni 8 rəf lazımdır bizə. Üçüncü məsələyə baxaq. 45 kilo alma 7 kilo tutan torbalara yığılır. Ən az neçə torba gərəkdir? Deməli, ümumilikdə almaların çəkisi nə qədərdir? 45 kiloqram. Və bir torbaya neçə kiloqram alma yerləşir? 7 kiloqram alma yerləşir. O zaman 45 kiloqramlıq almaları, 45 kiloqram almanı 7 bölsəm, neçə torba lazım olacaq mənə? 6 torba tam dolacaq 7 kiloqram alma ilə. Amma
Qalığım qalacaq 3 kiloqram, almam artıq qalacaq. Bu 3 kiloqramı yerə ata bilmərəm. Bunlar üçün də bir torba gərəkdir. Yəni biz qaydada nə yazmışıq? Qalıq qalarsa cavabı, yəni cavabımız 6-dır. Bir vahid artıq götürürük. Yəni 6 üstəgəl 1 bərabər 7. 7 torba lazımdır bizə. 4-cü məsələyə baxaq. 73 şagirdəm. Hər biri 9 nəfərlik stol arxasında oturma yerimi ayırmaq üçün neçə stol lazımdır? Deməli, şagirdlərimizin ümumi sayı 73-dür. Bir stol arxasında neçə nəfər şagird əyləşə bilər? Bir stol arxasında 9 nəfər şagird əyləşə bilər. O zaman biz bu 73 şagirdi 9 nəfərlik 9 nəfər ayırsaq, yəni stollarda əyləşdirsək, neçə şagirdimiz tam əyləşəcək, neçə şagirdimiz qalacaq? Deməli, 8 stol yaranacaq, yəni 8 stolda 9 nəfərlə tam dolacaq, amma bir şagird qalacaq. O bir şagirdi biz ayaq üstə saxlaya bilmərik. Lazımdır ki, onun üçün də stol açılsın. O zaman qalıq qalarsa nə edirdik? Cavabın üzərinə 1 gəlirdik. Yəni cavabımız 8-dir, üstünə 1 gəlirik, 9. 9 stol lazımdır. 5-ci məsələdə bizə deyir ki, 120 fincanı 15 fincan yerləşən qutulara yığmaq üçün ən az neçə qutu lazımdır? Deməli, fincanlarımızın ümumi sayı nə qədərdir? 120-dir. Bir qutuya neçə fincan yerləşəcək? 15 fincan qoya bilərəm bir qutuya. O zaman 120 fincanı 15-15 yerləşdirsəm 8 qutu dolacaq və qalıq qalmayacaq. Yəni mənə sadəcə olaraq 8 qutu lazımdır ki, 15 fincanlarımı yerləşdirim. 6-cı məsələyə baxırıq. 68 litrlik suyu 9 litrlik bidonlara yığmaq, doldurmaq üçün neçə bidon lazımdır? Deməli, suyun ümumi miqdarı nə qədərdir? 68 litr suyumuz var. Bir bidona neçə litr su doldurmaq olar? Bir bidona 9 litr su yerləşdirmək olar. Su tökmək olar. Və əgər mən 68 litr suyu 9 bölüb bidonlara yerləşdirsəm, neçə bidon lazım olacaq mənə? Neçə bidon tam dolacaq? Deməli, alınacaq bizdə 7 bidon tam dolacaq. 5 litr suyumuz qalacaq. O 5 litri biz ata bilmərik ki, onu da doldurmalıyıq. Demək, bizə bir dənə də əlavə bidon lazımdır ki, bu 5 litri də ora dolduraq. Yəni 7 bidon tam doldu 9 litr suyla və bir bidon da artıq lazımdır ki, bizə bu 5 litr suyu da ora boşaldaq. Cavab, yəni 8 bidon lazımdır bizə. 7-ci məsələyə baxırıq. 260 məktub, 25 məktub yerləşən qovluqlara yığılır. Ən az neçə qovluq gərəkdir? Məktublarımızın ümumi sayı nə qədərdir? 260. Bir qovluğa neçə məktub yerləşdirmək olar? Bir qovluğa 25 məktub yerləşir. O zaman bizə ən az neçə qovluq lazımdır? Yəni 260 məktubu 25-25 olmaqla bölüşdürsəm qovluqlara, neynəməliyik? Biz 260-ı 25-ə bölməliyik. Bu zaman nə alınacaq? Baxıram ki, 10 qovluq tam dolar. Bu qovluqların sayıdır. 10 məktub qalır, amma biz onu ata bilmərik. Ona da bir dənə qovluq ayıracağıq. Yəni, qalıq qalanda biz nə edirdik? Cavabın üzərinə 1 gəlirdik. 11 qovluq lazımdır bizə. 8-ci məsələyə baxaq. 87 qələm 10 qələm yerləşən qutulara düzülür. Neçə qutu lazımdır?
Deməli, yenə qələmlərimizin ümumi sayı 87-dir. Bir qutuya neçə qələm yerləşir? 10 qələm yerləşir. Yaxşı. 87 qələmi 10 qələm bölməklə mən neçə qutu işlədə biləcəm? Yəni neçə qutu tam dolacaq 10 qələmlə? 8 qutu dolacaq, 7 qələm artıq qalacaq. Amma 7 qələmi biz yenə də yerləşdirməliyik axı. Bir dənə də qutu əlavə lazımdır. Yəni 8 qutu, bir qutu da əlavə lazımdır ki, bu 7 qələmi yerləşdirək. Cavab 9 qutu. 9-cu, 10-cu məsələləri sizin nöqtənizə buraxıram. Düzgün cavabı tapın və rəy bölməsinə yazın.